2 yaşında, 3 yaşında infarkt keçirirlər həmin uşaqlar. Biz 2019-cu ildə səhər saat 7 radələrində başlayan, 15 saat çəkən Doktor Mirzəcəlal Kazımi ilə birlikdə Mərkəzi Gömrük Hospitalında çox böyük bir əməliyyatı icra etdik. Bu əməliyyat eyni zamanda 5 yaşlı bir körpə uşaq üzərində həm qaraciyər transplantasiya, eyni zamanda həm də açıq ürək əməliyyatı tətbiqi idi. Dünyada bir ilk kimi artıq rəsmiləşdirilmiş bir nəticəmiz oldu. Üzündə, bədənində ləkələr, sarı yağ ləkələri olan insanlar olur. Bunlara ailəsəl hiperlipidemiya deyilir və bunların bir tipi var ki, o insanlar anadan olduqdan sonra heç bir əlaməti olmur və onlar çoxu təqribən 2, 3, 5 yaşlarında ani ölümlə qarşılaşırlar. Bu əslində dünyada çarəsi çox çətin olan, sadəcə Yaponiyada 7 uşaq üzərində qaraciyər dəyişdirilərək bu problemlər həll olunmuşdu. Amma əməliyyatlar zamanı, çoxu zaman, böyük əməliyyat zamanı, anesteziya zamanı uşaqlar ürək infarktından həyatını itirmişdir.